Hər vaxtınız xeyir olsun. Bugün aprel ayının 20-si 2025-ci il Osman Qızı kanalının yayımını izləyirsiniz. Sizdən əvvəlcədən xahiş verilişi bəyənin, paylaşın. Biz isə başa çatmaqda olan həftənin hadisələrini konfliktoloq, təhlilçi Arif bəy Yunusla müzakirə edəcək. Arif bəy, hər vaxtınız xeyir olsun və təşəkkür edirəm yayıma qatıldığınız üçün. Hər vaxtınız xeyir olsun. Arif bəy, mən əvvəlcə başlamaq istərdim ondan ki, bu həftə çox maraqlı hadisələr baş verdi. Yəni, mövqelərin aydınlaşması. Bir neçə cinahda, mən bir bu cinahları sadaqlayacağam. Gəlin əvvəlcə biz deməli Rusiya-Ukrayna cinahından başlayaq. Veriliş başlamazdan əvvəl siz mənə danışırdınız ki, bəli, Prezident Donald Trump üçün çox vacibdir ki, peacemaker, sülh yaradan imicini yaratsın və faktiki olaraq bir ultimatum verilib Rusiya-Ukrayna danışıqları üçün ki, əgər heç nə yaxın günlər ərzində bir şey əldə alınmazsa, ABŞ ümumiyyətlə kənara çəkilə bilər. Və eyni zamanda Prezident Trump'un da 100 günlüyü yaxınlaşmaqdadır. Ona görə də sayılı günlər qalıb və verilişdən əvvəl siz mənə danışırdınız ki, əgər o cinahda baş tutmazsa, İsrail cinahında orada da baş tutmazsa, ola bilsin ki, biz Ağ Evin Ermənistan-Azərbaycan sülhünə diqqət artıracağını görə bilərik. Sonuncudan başlamaq istəyirəm. Siz həqiqətən də bu şansı görürsünüzmü? Ələlxüsus da o nəzərə alsaq ki, həqiqətən də Rusiya-Ukrayna danışıqlarında həqiqətən də bir irəliləyiş əldə etmək qeyri-mümkün kimi görsənir. Həqiqətən bu Trump'ın arzusudur. Hələ keçən il bunu deyirdi. Keçən il o belə bir təbliğat kampaniyanı aparırdı ki, mənim dövrdə heç bir müharibə zat münaqişə yox idi. Bu Biden bunu eləyirdi, fikir vermirdi. Mən isə hakimiyyətə gələndən sonra ilk növbədə Ukraynada gedən qanlı döyüş müharibəni saxlayacaq. Bir məsələ Yaxın Şərq, İran, orada da heç nə nail olmazsa, bax, ondan sonra Trump'a nəsə lazımdır. Mən bilmirəm haçan. Amma ola bilsin ki, bu il ərzində bu Azərbaycan-Ermənistan məsələyə daha ciddi yanaşaraq, çünki burada belə baxanda müharibə yoxdur. Danışıqlar gedir. Və nəinki danışıqlar gedir, hətta tərəflər mart ayında, keçən ay, açıq şəkildə rəsmi bildiriblər ki, bəs sülh sazişi mətni bağlı. Mətni hazırdır, razılıq var, daha heç nə bu sülh sazişlə bağlı, sənədlə bağlı danışıqlar lazımdır. Qaldı bir dənə deməli, qol çəkmə məsələsi vardı. Düzdür, Azərbaycan orada iki yeni tələb, Azərbaycanın yeni iki tələb tələbi var. Minsk qrupu ilə bağlı, bir də o Ermənistan Respublikanın konstitusiya düzəlişlərlə bağlı. Amma biz yaxşı başa düşürük ki, əgər tutalım ki, Amerika girişsə, bu təzyiq etsə, onda o indi bu kampaniya ki gedir, Azərbaycan tələb edir, onda bu heç olacaq. Bax, onda burada daha asandır. Çünki yenə ki, Ukrayna ilə bağlı Rusiya faktoru var. Rusiya isə hələ orada Rusiya ilə bağlı çox şey yumuşaq desək aydın deyil. Rusiya faktiki olaraq tələb edir. Hələ Rusiyanın o Krım və Donbasla yanaşı digər tələbləri var. NATO-ya üz olmaq, Avropa Birliyi üz olmaq, orada deməli faktiki hətta Ukrayna bölüşməlidir bir neçə deməli regionlara. Orada bir çox tələblər var. Ona görə hələ ki mən inanmıram ki Ukrayna müharibəsi Trump dayandırsın. İranla bağlı o da hələ aydındır. Alınmasa, bax onda Azərbaycan Ermənistanla bağlı əlbəttə maraq olacaq. Onda onda Amerika aktiv rol oynaya bilər. Arif bəy, biz bu başa çatan Antalya diplomatiya forumunda faktiki belə deyək də fərqli ismarıcılar eşitdik. Yəni bir tərəfdən Ceyhun Bayramov Xarici İşlər Naziri danışırdı ki, Ermənistanın referendum keçirməsi və konstitusiya dəyişikliyi etməsi nə dərəcədə əhəmiyyətlidir.
üzr istəyirəm, referendum yox, məhz konstitusiya dəyişiklik etməsi ki, bu olmasa sülh olmayacaq. Biz başa düşürük ki, biz əmin olmalıyıq ki, Ermənistan ərazi iddiası olmayacaq heç zaman Azərbaycana qarşı. Eyni zamanda elə bu forumda iştirak edən və erməni nümayəndəsi ilə tərəf müqabilə ilə müzakirələr aparan Ankara təmsilçisi isə Serdar Kılıç. O isə çox yumuşaq bir ismarıcı verdi ki, biz Ermənistan ona nə zaman lazım olarsa konstitusiya dəyişiklik etməsini görmək istərdik. Ona nə zaman əl verirsə. Bax bu fikir çox maraqlıdır. Yəni tələb kimi qoyulmur ki, indi keçir sülhə gəlmək üçün və s. Yəni sanki başa düşmək ki, biz Ermənistandakı vəziyyətin necə olduğunu bilirik. Ola bilsin ki, bu gələn il keçirilən seçkilərdən bağlıdır ki, Paşinyan bundan özü üçün istifadə Paşinyan buna nə zaman müraciət edəcək, elə deyilmi? Yəni mən belə başa düşürəm ki, bu saat hazırki vəziyyətdə Paşinyana daha çox avrointeqrasiya istəyirsinizmi referendumu lazımdır. Nəinki Ermənistan konstitusiyasının preambulanın dəyişməsini istəyirsinizmi? Bax bu mövqe fərqini siz necə izah edirsiniz? Doğrudanmı Bakı ilə Ankara arasında bu məsələdə bir fərqli mövqelər var? Bakı və Ankara arasında Ermənistanla bağlı çoxdan fərqli mövqe və siyasət var, sözsüz ki. Və dəfələrlə hətta Türkiyə mətbuatında Türkiyənin ən nüfuzlu politoloqlar, ekspertlər dəfələrlə bu məsələyə toxunub məqalələr də hətta çap ediblər. O məqalələr də deməli istəsəz mən göndərərəm linkləri sizə. Orada da açıq şəkildə bildiriblər ki, fərq var və fərq nədən bağlıdır? Türkiyədə hesab edirlər ki, hal-hazırda çox Ermənistanla bağlı vəziyyət əlverişli xarakter daşıyır. Ermənistanın rəhbəri Paşinyandır. Türkiyədə inanırlar ki, Paşinyan çox şeyə hazırdır və gedir. Və sabah Ermənistanda vəziyyət dəyişirsə, hakimiyyət dəyişilsə, vəziyyət radikal şəkildə dəyişiləcək. Bugün isə Paşinyan gedir. Paşinyan açıq şəkildə bildirdi ki, Qarabağ Azərbaycanın torpağıdır. Biz buna razılıq veririk, özü rəsmi bildirdi və çəkindi. Yəni Qarabağ qaldı tarixdə. Bu bizim xeyrimizədir. Və Paşinyan açıq şəkildə bildirir ki, mən hazıram o sülh sazişinin mətni lap indi qol çəkim, təklif edirəm ki, Azərbaycan bizlə birgə bir bəyanat versin ki, və orada qeyd edilsin konkret hansı ölkədə və haçan nə zaman o sülh sazişini biz qol çəkək. Paşinyan buna gedir. Paşinyan gedir ki, bəs Türkiyə ilə məsələlərdə tarixlə bağlı hadisələrə ayrıca yanaşsın və çox şey dəyişdirsin. Türkiyədə buna böyük bir maraqla yanaşırlar və deyirlər ki, bu çox əlverişli vəziyyətdir. Konstitusiya, yəni Azərbaycan tərəfindən bu tələblər faktiki olaraq Rusiyanın xeyrinədir. O mənada ki, Azərbaycanda gözəl başa düşürlər ki, daha çox konkret olaraq bu konstitusiya düzəlişlər axı burada hətta texniki baxımdan yaxın vaxtlarda bu mümkün deyil. Gələn il deməli iyun ayında parlament seçkiləri olacaq. Yeni bir parlament, seçilən parlament bu deməli konstitusiya düzəlişlərlə bağlı referendum o qərar verəcək və proses başlanacaq. Amma hətta gələn dekabr ayına bu mümkün deyil. Hamı açıq şəkildə bildirirlər ki, bu 27-ci ildə olacaq. Olsa, amma 27-ci ilində olacaq. Yəni, düzəlişlər. Yəni, bu konstitusiya məsələsi Azərbaycan qaldıranda gözəl bilirlər ki, 27-ci ilinə kimi bu mümkün deyil. Texniki bax. Onsuz da və dəfələrlə Paşinyan bəyan etdi ki, əsas bu sülh sazişidir. Sülh sazişi qol çəkək. Sonra onsuz da xeyli məsələlər hələ deməli, o məsələlərlə bağlı danışıq, yeni bir danışıq lazımdır. Ayrıca bir sənəd olmalıdır sərhədlə bağlı. Ayrıca bir sənədlər olmalıdır kommunikasiya ilə bağlı.
Ayrıca çok şey lazımdır. O cümleden konstitusiya biz hazır. Ama əsas odur ki, o sülh sazişdə hər şey öz əksini tapıb və hətta konstitusiya bağlı. Konstitusiyanın sülh sazişdə qeyd edilir ki, tərəflər bir-birinin ərazi bütünlüyünü tanıyırlar. Bizə isə bu yaxın lazımdır ki, yəni sabah Ermənistan tərəfinə heç bir icazat olmayacaq. Bu özdə bu sülh saziş daha Ermənistan deməli qanunlara görə o sülh sazişinin o daha yüksəkdir, nəinki bu konstitusiya. Hər şey orada qeyd edilib. İndi qol çəkək. Çünki Türkiyədə bu mövqedən yanaşırlar və faktiki olaraq siz haqlı olaraq bunu qeyd etmişsiniz ki, bəs Türkiyə deyir ki, niyə Azərbaycan bu tələbi qoyur? Və o məqalələr ki, mən misal üçün son vaxtlar Türkiyədə oxuyuram, orada deyirlər ki, Azərbaycanın mövqeyi bizim Türkiyədən fərqli olaraq Azərbaycan hesab edir ki, Ermənistan çox zəifdir, uduzluq, zəifdir, ordunu yox, onun ordusu yoxdur. Fürsətdən biz istifadə etməliyik ki, daha nəsə qazanaq. Qarabağ onsuz da bizimkidir, amma indi qaldı digər Ermənistan torpaqlardan. İlham yazıda da İlham Əliyev demişdi axı, sərhəd hələ müəyyənləşdirilməyibsə, deməli Azərbaycan əskəri harada istəyir, orada dayanacaq. Yəni, Azərbaycanın mövqeyi budur və Türklər bunu deyirlər. Bunu mən demirəm, yaxud hansısa bir Azərbaycan, misal üçün müxalifətin nümayəndəsi. Bunu Türkiyənin ekspertləri açıq şəkildə bildirirlər. Onların bir xəbərləri var ki, biz Azərbaycan belə yanaşır. O hesab edir ki, biz güclüyük, ermənilər zəifdirlər. Bunu niyə biz istifadə etməməliyik? Biz hara tələsməliyik? Nəyə tələsərik? Bizə nə verir bu sülh sazişidir? Biz əksinə istifadə etməliyik bu indiki durumu ki, yeni bir torpaqları, yəni nəsə ermənilərdən qopartmaq. Türklər isə deyir ki, yox, siz indi bunu sülh sazişini qoyacaq ki, çünki sabah Rusiya güclənir, Rusiya qayıdacaq, imkan verməyəcək. Rusiya öz adamı, misal üçün Ermənistanda Qoçaran gətirəcək. O da nə edəcəksə? Bax, Türkiyə və Azərbaycan arasında fərq bununla bağlıdır. Yəni, əlbəttə ki, Moskvanın ən çox istədiyi Paşinyanın başını yeməkdir və bir revanşisti hakimiyyətə gətirməkdir və bu reallıq mən belə başa düşürəm kifayət qədər yüksəkdir. Ümumiyyətlə, Ermənistanda necədir? Bu 2 dəfədən çox seçilmək limiti yoxdur? Yox, limit var orada, limit var. Amma bilirsiniz, vaxtı ilə deməli, Putin nümunə göstərdi. Müvəqqəti. Prezident, sonra baş nazir. Yəni, baş nazir kimi bu onun ikinci seçilmək olacaq. Əsas odur ki, Paşinyan, mən axı Paşinyanın komandası, onun üzlərinə tanışam. Bəzilərlə ünsiyyətdə idim, yəni konfransda biz görüşürük və hiss olunur ki, bunlar demək olar ki, yeni tipli siyasətçilərdir. Onlar həqiqətən hesab edirlər ki, keçmişlə bağlı ermənilərin deməli o keçmişlə bağlı səhifələri bağlamaq lazımdır. Gələcəyə doğru getmək lazımdır. Həm Azərbaycanla bağlı, həm Türkiyədən. Onlar ayrı yanaşırlar. Bax, mən haçan görüşürəm radikal ermənilərlə, sağ üçün Qoçaryan, Sarkisyan kimi siyasətçi çoxdur orada Ermənistanda. Onlar əlbəttə ki, deyirlər ki, Qarabağ məsələsi bitməyib, biz qayıdacağıq Qarabağa. Bu Paşinyanın işidir. Paşinyan müharibə başlayan deməli müharibə yox. Onun deməli Putinlə münaqişə, bu münaqişənin nəticəsində biz Qarabağ itirmişik. Amma hakimiyyətdə bizim adamımız gəlsə, Qarabağ biz qaytaracağıq. Onlar belə yanaşırlar. Onlarla görüşəndən sonra mən başa düşürəm ki, regionda hələ hər şey bitməyib. Onlar revanşistdirlər. Bu revanş ideya onlarda çox bərk oturur. Eləcə də ki, Rusiya bizi həmişə xilas edirdi və xilas edəcək. Sadəcə olaraq Paşinyana görə Qarabağı müvəqqəti verdi sizə, amma biz necə ki Rusiya verdi sizə, eləcə də Rusiya qaytaracaq bizə. Bax, onların mövqeyi belədir. Və Paşinyanın komanda özləri ilə görüşədir. Mən görürəm ki, bu müasir, şuurlu insanlardır və fərq etmir. Paşinyan getsə, ona əvəzdən tutalım ki, Qriqoryan, yaxud daha ağır bir şəxs, onlar faktiki o, deməli, siyasətini davam edəcəklər. Fərq etmir. Əsas o. Faktiki Ermənistanda indi bu, bilirsiniz, burada, necə ki, Amerikada demokratlarla, yəni iki
mövqe var. Trump onun tərəfdarları bu respublika, bir də demokratlar. Eləcə də Ermənistanda Paşinyan, onun komand üzvləri onlara inanan siyasətçilər, ahali və var Rusiya inanan ahali və siyasətçilər. Orada münaqişə var. Bəli. Ermənistanda da münaqişə var. Və çox şey bizdən də asılıdır. Biz əgər bu Ermənistanda, daha doğrusu erməni cəmiyyətində gedən münaqişə düzgün qiymət verməsək, düzgün mövqedən yanaşmasa, sabah biz böyük problemlərlə üzləşəcəyik. Bu çox realdır həqiqətən də. Və yeri gəlmişkən, yəni Zəngəzur məsələsi də əgər Zəngəzurla bəli olarsa, Qərbi Azərbaycan məsələsi hələ, yəni bizimkilər bunu atırlar və mən deyim sizə, yəni bu daha da zəiflətmiş olar Paşinyanı, elə deyilmi? Radikallaşdırırlar vəziyyəti bizimkilər. Faktiki olaraq bizimkilər Rusiyanın mövqeyinə yanaşırlar. Yəni, bax, bir gün konkret olaraq Ermənistanda vəziyyət belədir. Sözsüz ki, Azərbaycanın bu tələbləri erməniləri, hətta Paşinyan tərəfdarlar, onlar qəzəblidirlər. Onlar hesab edirlər ki, Paşinyan nahaq bu danışıqlarda bu mövqedən yanaşır. Azərbaycan heç vaxt dayanmayacaq. Azərbaycan bu bir gün tutam ki, sən buna razılıq verirsən, misal üçün konstitusiya düzəlişlərə razılıq versən, heç kim garantiya vermir ki, sabah İlham Əliyev yeni bir tələbi ilə nəsə edəcək. Yəni, qol çəkməyəcək. Və nəticədə tutam ki, əgər biz müqayisə etsək keçmiş illərlə, misal üçün 21, 22, 23-cü illərlə, əlbəttə ki, Paşinyanın nüfuzu aşağı salır. Çox azdır. Amma bugün konkret olaraq haradasa maksimum 14% ona deməli, hörmətlə ona inanır. Amma Ruspərət qüvvələr orada isə 2-3%. Əslində söhbət nədən gedir? Ahalinin əksəriyyəti hesab edirlər ki, Paşinyan bir çox məsələlərdə özünü düzgün aparmır. Amma ona alternativ figurlar, Koçaryan, Paşinyanın 1000 qat pisdirlər. Onlar faktiki o deyirlər ki, biz məcburuq bir gün Paşinyanı böyük. Ola bilsin ki, Paşinyanı əvəz edən şəxs, onun komanda üzrədən kimsə daha yaxşı olar bizim üçün. Yəni, seçim bir gün belədir. Paşinyanın vəziyyəti, mən deməzdim ki, çox yaxşıdır və biz, misal üçün, o ikinci şəhər hesab olan rayon, daha doğrusu, Gümrü rayonda, orada indi hakimiyyətə müxalifətin nümayəndəsi gəldi. Açıq şəkildə o Ruspərəst mövqedən yanaşır. Açıq şəkildə deyir ki, biz Rusiya ilə bağlı çox səhvlərə yol vermişik. İndi biz siyasətimizi dəyişdirməliyik. Bunu Gümrü rayonun yeni rəhbəridir, müxalifətin nümayəndəsidir. İnandırıram sizi, sabah Ermənistanda onun kimi müxalifətin lideri gəlsə, Ermənistanın siyasəti köklü şəkildə dəyişiləcək. Bax, onda biz əgər indi yalnız mitinglərdə eşidirik Qarabağla bağlı şüarlar ki, Qarabağ ermənilər qayıtmalıdırlar, Azərbaycan, yəni öz doğma torpaqlarına, Qarabağ biz onlarınkidir. Hələ ki, bunu biz şüar kimi eşidirik. Sabah bu şüarların arxasında Rusiya dayanacaq. Nə olsun ki, Rusiya bir gün, ya daha doğrusu 20-ci illərdə vaxt vardı, Azərbaycanı dəstəkləyirdi. Nə olsun, bu Rusiyadır. Rusiyadır. Necə ki, təyyarəmizi vurdular, sabah ölkəni də lazım olsa vurarlar. Biz Rusiya ümid olmamalıdır. Biz başa düşməliyik ki, Rusiya istifadə edirdi həm bizi, həm erməniləri. Sadəcə ora baxır, hansı vaxt kimə daha çox istifadə edir. Və salam. Əsas Rusiya, çünki o qayıtmalıdır regiona. Regionda hər şey onun nəzarət altında olmalıdır. Türklər məhz bunu deyirlər ki, bir gün Rusiya faktiki olaraq zəifdir, yavaş-yavaş çıxır gedir regiondan. Amma qayda da bilər, əgər Ukraynada o qələbə nail olsa, qayda bilər. Neynəcəyik? Bir gün o sülh sazlığı qol çəkməliyik. Sabah gec olacaq.
Həddəcə. Artıq indi vahimə var orada. Artıq Mən üzr istəyirəm, vahimə mən var. səsimi Dünyada bağlayıb da sual verirdim, mümkünsə təkrar edim. ha, Yəni 44 günlük müharibədən sonra Paşinyan qazandı, amma Zəngəzur müharibəsi olarsa bu onun qələbə qazanmaq imkanlarını nəzərə çarpan zəiflətmiş olacaq. Bəli. doğrudur, doğrudur. Doğrudur və misal üçün ahali arasında ilk növbədə sərhəddə yaşayan o Sisiyan rayonunda ilk növbədə orada vahimə var. Onlar qorxurlar. Və heç kim istəmir. Ümumiyyətlə mən baxıram Ermənistanda gedən həm aparılan sorğulara, yaxud qulaq asaram oradakı çıxışlara və görürəm ki, ermənilər müharibədən yaman qorxurlar. Onlar müharibəni istəmirlər. Və haçan bizimkilər təəkküd salırlar ki, güya Ermənistan hazırlaşır müharibəyə, müharibəyə hazırlaşır müxalifət Ermənistanda. Müharibəyə hazırlaşır Ermənistanda Ruspərəst qüvvələr. Paşinyan müharibəyə hazırlaşmır. Bu əsas budur. Yəni sən təəkküd salırsan ki, Ermənistan hazırlaşır. Halbuki əslində Ermənistan indiki rəhbəri və rəhbərliyi daha doğrusu, həm Paşinyan, onun komandasıdır. Onlar istəmirlər o müharibəni. Çünki başa düşürlər ki, müharibədə udacaqlar. Rusiyasız onların imkanları var Azərbaycana qarşı nəsə etməyə. Yox axı. Yalnız Rusiya Ermənistana yardım etsə, onda çox şey dəyişiləcək. Bir gün sonra Rusiya Ermənistanı dəstəkləməyəcək. Vəziyyət çox çətindir. Yox, vəziyyət həqiqətən çətindir. Müharibə ilə bağlı bizdə eşidilən mən eşidirəm ki, güya başa düşür. Faktiki olaraq Azərbaycanda o ekspertlər, dırnaq arası, o politolog ya deputatlar faktiki olaraq onlar Rusiyanı dəstəkləyirlər. Onlar Rusiyanın siyasətini burada təbliğ edirlər. Söhbət bundan gedir. Əslində bu politoloqlar Arif bəy İlham Əliyevin sözlərini təkrar edirlər də. İlham Əliyev indi cuşa gəlir, indi ermənidən təzədən bizim üçün düşmən düzəldir, Paşinyandan düşmən düzəldir. Yəni əsas bu saat Əliyevin dediyi nədir ki, Paşinyan düşməndir, Ermənistan hökuməti düşməndir. Yəni faktiki olaraq çox az da vaxt qalıb. Yəni gələn ilin iyununa cəmisi 1 il qalıb və bu belə reallıq da mümkündür ki, həqiqətən Yerevanda bir Ruspərəst baş nazir oturar və Rusiyanın başı ayılan kimi yenidən prosesi əks istiqamətə apara bilər və Zəngəzur məsələsi də Paşinyanı devirmək üçün yəqin ki, ən qısa yoldur. Mən belə başa düşürəm. Arif bəy, mümkündürsə biraz bu Türk dünyası ilə bağlı bu həftə biz belə başlıqlar gördük ki, bəs ümumiyyətlə varmı Türk Dövlətləri Birliyi, bircə Şimali Kipr məsələsində razılığa gələ bilmədi. Xəyanət, xeyli sayda Azərbaycan mediası xəyanət sözündən işlədirdi ki, Ankaraya, Türkiyəyə xəyanət oldu. Doğrudan da bu xəyanət edimi, yəni nə dərəcədə sizin üçün bu gözlənilməz oldu? Hər halda biz burada həm də kimin əli var? Yəni yenə də Azərbaycan mediasına müraciət etsə, az qala Macrondur günahkar, nə bilim yəni Rusiyanın əli, sizin fikirlərinizi bilmək istərdim ki, əslində biz həmişə demişik ki, bu Türk Dövlətləri Birliyi deyəndə ki, əslində Rusiyanın Türk Dövlətləri Birliyidir. Yəni Rus dilli Türkiyədən asılı olduqları qədər Rusiyadan, bəlkə Rusiyadan daha çox asılı olan ölkələrdir. Bax bu Türkiyənin Türk Birliyi doğrusu mən axı bu Türk Xalqların Birliyi ilə bağlı hələ 85-ci il hələ o vaxt mən Almatı şəhərinə getmişəm, orada qurultay vardı, iştirak etmişəm Türk xalqların qurultayında. Mən hələ o vaxt başa düşdüm və sonra dəfələrlə mənim əlimdə nə qədər sübutlar vardı, dəfələrlə gedirdim həm deməli Qazaxstana, həm digər Özbəkistana, digər deməli Orta Asiya ölkələri, o regiona gedirdi. Və başa düşürdüm ki, o Türk Birliyi əslində yoxdur. Bu nağıldır. O nağılı bizi çatdırırdı. Mən başa düşürəm, hərçən ermənilər bu nağılı yayırlar. Böyük Turanı yaratmaq məqsədi ilə yaradılmışsa. Reallığa fikir versək, belə görərdik. Var Türkiyə, var Azərbaycan, var Orta Asiya respublikaları. Orta Asiyada orada hər şey həmişə Rusiyanın əlində idi və o Türk dövlətlər faktiki Rusiyanın sözülə oturub dururlar. Yalnız biz deyə bilərdik ki, belə bir term var, kultur dər, yəni o mədəniyyətlə bağlı. Hansısa bir bəlkə birlik, daha da o birlik də yoxdur.
əlifba ilə bağlı heç nə alınmadı. Nə olsun ki, Antalya'da görüşlər apardılar. Faktiki olarak o yalnız forumlarda çok pahpasla nasıl dayırlar. Siyasete fikir versek görərik ki, deməli birincisi ne Kazakistan, ne Özbekistan, ne Türkmen. Türkmenistan ümumiyyətlə kənardadır. Ama bu ülkeler həmişə Moskvaya baxırlar. İstanbul'a yok, Ankara yok, Moskvaya. Bu bir. Son vaxtlar Çin büyük rol oynayır. Misal için Kazakistan için Çin daha büyük rol oynuyor. Türk Birliği bu kağızdadır. Hatta Azerbaycan-Türkiye arasında problemler var. Misal için bizim ülkemizin hem Ermənistanla bağlı, ben göstermişim, fərq var. Hem de İsrail'le bağlı. Eğer Türkiye'nin tutalım ki İsrail'le bağlı münasibətlər bir gün yumuşaq desək yaxşı değil. Hatta diplomatik deməli münasibətlər kesilir. Azerbaycan ise aksine İsrail'le daha yakındır. Yani bu Türk Birliği daha çok təbliğat kampanyasında o var, kağızda var, reallıqda yok. Ona göre ben Amma Şimal yani benim için bu hiçbir sensasiya zad yoxdur. Ben bunu gözledim. Belə olmalıydı. Amma Şimali Kiprın tanınması, yəni bu axı özü də fərqli bir məsələdir. Yəni biz indi Türkiyə bizim üçün bu qədər iş görüb, Qarabağda bizim qədər bizdən də çox da bizim qədər çalışıb, yəni Qarabağın azad olması. Yəni bu baxımdan Azərbaycanın mövqeyi aydındır. Baxımdan orada işlər də digər ölkələrdə aparıb. Son vaxtlar misal üçün Avropa Birliği'nin rəhbərliyi, onlar axı görüşləri aparıblar. Şimali Kiprlə bağlı bilirsiniz, bu adi bir məsələ deyil axı. Bu Avropa Birliği üçün çox vacib bir məsələdir. Çünki bu məsələdə hətta Türkiyə təzyiqlər edirlər ki, sən ayrıca aparmalısan. Və Avropa Birliği onlar indi yeni bir siyaset aparırlar bu Amerika'da karşı. Yani olmalıdır Orta Asya, Çin ve Avrupa Birliği. Onlar yani bu büyük bir yeni bir iktisadi ve siyasi bir nəsə bir proje var. Düzdür, mən inanmıram ki o konkret nəsə versin. Çünki bunları birleştiren ya Rusya olmalıdır ya Azerbaycan. Axı tutam ki Çin'den, Orta Asya'dan, sonra Avrupa yollar axı Rusya'dan keçir ya Azerbaycan'dan Xəzər dənizindən. Düzdür, bir de İran var. Ama hele İran'la orada çok şey aydındır. Ama yine de ki Avropa Birliği rəhbərləri son vaxtlar aktiv oynayıblar, həqiqətən bu da təklif edirlər. Burada tək Makron məsələsi deyil. Bu Avropa Birliği'nin içidir əslində. Ama əsas odur ki Rusya'da da maraq var. Şimali Kipris məsələsi bu Türkiye için ve bizim için vacip bir faktordur. Orta Asya ülkeler için bu çok xırda meseledir. Bu xırda meseleye göre onları istəmirlər ki onların baş ağrısı olsun. Ne Rusya'nın, ne Avropa Birliği, ne de Çin'le. Biz başa düşməliyik ki bu bizim için ve Türkiye için vacip meseledir. Onlar için o kadar vaciptir. Hatta o genosit meselesini götürün. Fikir verin. Ben Kazakistan, Kırgızstan rəhbəri İrəvan şəhərinə gələndə gedib başını əyib. Yəni hətta bu məsələdə elə o vaxt Türk Birliği termin, bu söz bilirsiniz mənim üçün biraz mən hələ o vaxt başa düşdüm ki o Türk Birliği yoxdur. Var mövqe, var siyaset, var kimə sən daha çox fikir verirsən. Türkiye ne olsun ki Türkiye gedir orada nəsə danışır ama çox şey pullardan asılır. Mən bir təxmin səsləndirəcəm, özüm də əmin deyiləm. Yəni sadəcə faktiki olaraq Qazaxıstan, Qırğızstan və digər, yəni bu Türk millətlərinin Şimali Kipr məsələsindəki bu qalmaqallı açıqlamalarından eyni fonda biz Moskvadan da, məsəl üçün Lavrovdan da bəyanatlar eşitdik. 3 il əvvəl, 2 il əvvəl, məsəl üçün Tokayevin deməyinə indi Lavrovun sanki belə qisas cavabı. Yəni bu neytrallaşdırmaqdırmı, yaxud öz təsirini gizlətməkdirmi? Yəni aydındır ki, Tokayev həqiqətən də deyək ki, Ukrayna məsələsinə deyib ki, biz ərazi bütövlüyünə hesab edirik ki, toxunulmazdır. Ona görə də biz nə bilim LNR, DNR, Zaporojye və s. müstəqilliyini tanımırıq. Eyni zamanda Şimali Kipr məsələsində də açıqlaması. Yəni burada təsadüf varmı? Yəni bu sadəcə bir vaxt baxımından Söhbət Qazaxıstandan getsəydi, söhbət yalnız Qazaxıstandan Bəli, Qazaxıstan. getsəydi, onda biz hələ nəsə hansı bir versiyaları
irəli sürə bilərlər. Axı orada tək Qazaxıstan yox, üç ölkədir. Bəli. Bəs onlar necə? Deməli, burada digər məsələlər var. Rusiya ilə bağlı mən sizə deyim, Rusiya son vaxtlar Türkiyə ilə bağlı, daha doğrusu Suriyada gedən proseslərlə bağlı çox narazılar. Bəs Rusiya Kremlə yaxın Telegram kanallara fikir versəz, görərsiniz ki, orada dəfələrlə belə bir tezis səsləndirirdi ki, bəs biz Türkiyəni vurmalıyıq. Türkiyə bizim sözümüzə fikir vermədi, kömək etmədi ki, Bəşər Əsəd qalsın hakimiyyətdə, imkan vermədi ki, bizim deməli orada hərbi bazamız qalsın. Ayrı cür yanaşdı. Onlar tələb edirdilər ki, biz başa düşdük ki, bu onların tələbidir ki, Moskva hər hansı bir formada Türkiyəni vursun. Ya da heç olmasa mesaj göndərsin ki, biz narazıyıq, biz istəmirik. Ona görə yenə də ki, əgər bir Qazaxıstandan söhbət geçsəydi, çünki Rusiya Qazaxıstan arasında bu çoxdandan axı diplomatik qalmağa, diplomatik münaqişə. Mən deməzdim ki, münaqişə əslində. Kimsə orada danışır Qazaxstanda, Rusiya cavab verir. Kimsə Rusiyada. Əslində isə Tokayev vaxtilə bunu demişdi. İndi Tokayev çox belə onun çıxışlarına fikir versəz, görərsiniz ki, o daha diplomat kimi özünə aparır. Yəni, açıq şəkildə çox şey demir. Burada daha aktiv Rusiya tərəfindən, misal üçün Lavrov və Rogozin yaxın kimsə bunu deyir. Amma yenə deyim ki, burada bir şey var. Üç Türk ölkə faktiki olaraq Kıbrıs'tan, bu da Qazaxıstan məsələsi deyil. Bu faktiki olaraq Türkiyə mesajdır Moskva tərəfindən. Biz narazıyıq. Yəni, əlbəttə ki, bax, Avropa Birliyi də onlar da istəmirlər, amma əsas burada Rusiya da var. Yəni, burada bilirsiniz, bir neçə əmillər var. Həm Avropa Birliyi deməli, onlar istəmirlər, amma daha çox Rusiya oynadı. Rusiya, şəxsən burada bir şey var. Bu, çünki Rusiyanın Türkiyə ilə bağlı narazıçılıq çoxdan yaranıb. Hətta belə bir ideya vardı Moskvada ki, bəs Rusiyanın deməli turistləri getməsinlər. Amma indi orada Rusiyanın vəziyyəti yaxşı deyil. Yəni açıq münaqişə Moskvaya lazım deyil. Hələ ki Türkiyə ilə bağlı vəziyyət belədir ki, Rusiya açıq münaqişəyə getmir, amma Türkiyə fikir verir. Həm Ermənistanla bağlı Türkiyə deyir bizimkilərə ki, indi imkan var Rusiyanın sıxışdıraq getsin. Yəni, faktiki olaraq Rusiya-Türkiyə arasında münaqişə var. Bu, Türk dövlətlərin, Orta Asiyanın, Türk dövlətlərin deməli reaksiyası burada daha çox Moskvanın işidir. Bu mesaj da Türkiyə ki, bizim də imkanımız var. Kipris sənin üçün vacibdir, ala, qayva. Aydındır. Yəni faktiki olaraq biz belə deyək də Rusiya-Ukrayna danışıqlarında da bir sürpriz atəşkəs elan edildiyini gördük. Yəni gözlənilmədən şənbə günü Prezident Putin bildirdi ki, o atəşkəs Hə, o elə ona gələcəkdim. Elan etdilər, yarım saatdan sonra pozulub. Bəli. Yəni hamı da gözlədi. Bəli, yəni sizcə bu nə idi? Yəni bu nədən ötürüdür? Yəni Pasxadır, aydındır ki, xristian aləmində və belə bir jest ki, mən özüm görürsünüzmü atəşkəs elan edirəm, özüm təşəbbüskaram və s. Necə siz bunu yozursunuz? Birincisi, bu bir tərəfdən lazım idi Trump'a. Çünki son vaxtlar Amerikada bu ayrı bir böyük bir mövzudur. Mən indi bir çox məlumatlar var məndə ki, Amerika administrasiyanın deməli siyasəti daha çox dini xarakter daşıyır. Yəni o xristianlıqla bağlı, hətta misal üçün çox şeyini dəyişdirirlər. Çox şey. İstər dövlət katibi Marco Rubio. O onda xaçla çıxır hərdən bir. Digər, hətta belə bir göstəriş verilib ki, Amerika deməli dövlət qurumlarda çalışan şəxslər əgər xristian dinə qarşı nəsə desələr, onları qovmaq lazımdır. Yəni faktiki olaraq Amerika olur, bilirsiniz,
vaxtilə din heç bir rol oynamırdı. Bu sənin şəxsi işindir. İstəyirsən, sən müsəlmansan, istəyirsən, sən deməli, xristiansan, boş şeydir. Yaxud isə, indi isə əgər sən bu xristian dinə qarşı nəsə dövlət, əgər sən dövlət vəzifəsindəsə və nəsə deyirsən, səni qova bilərlər. Bax, bu yeni bir məqamdır Amerikanın bu administrasiyanın işində və istər Marco Rubio, istər Trump özü əlbəttə ki, onlar bu Pasxa ilə, yəni bu dini məsələlərlə bağlı, onlar böyük bir təbliğat aparırlar. Ona görə bu Putin tərəfindən mesajdır ki, bax, mən dayandırmışam. Amma digər tərəfdən aydın ilə axı, fikir verin, Zelenski də qərar verdi. Yəni bu iki tərəfdən idi. Həm Putin, həm Zelenski. Amma biz ki, hamı da başa düşürdük ki, hamı deyəndə Trumpdan yanır. Hamı Avropada, hamı başa düşürdülər ki, bu daha çox təbliğat xarakter daşıyan bir deməkdir. Putin rəsmi əmr verdi, amma eləcə də digər onun əmri ilə dronlar uçublar Ukraynaya. Yəni o istəmirdi, o ateşkəs dayanması, o istəmir bunu. Sadəcə olaraq indi Trump deyəcək ki, baxın, mən nail oldum, Putin bunu elədi, amma yenə də müharibə döyüşlər gedir. İndi biz baxacağıq, ateşkəsi kim pozub, Zelenski mi? Ya Putin. Çok güman ki belki Zelenski bunu pozub. Ve son vaxtlar axı Trump Zelenskini ittiham edir. O Putin'i ittiham etmir. Mən Zelenskini. Və qorxuram ki indi də belə olacaq. Bu ateşkəsin pozulması ilə bağlı Trump'ın çıxışında o Zelenskini ittiham edəcək. Az sonra İlxan bəy qoşulacaq. İlxan Nuriyev onunla da bu haqda danışacaq. İzləyicilərimizdən xahiş lütfən verilişi bəyənin, paylaşın. Arif bəy, 9 may yaxınlaşır və Avropa nümayəndələri, Avropa rəsmiləri Kiyevdə olacaqlar. Bu ciddi bir... Mayın 8-i. Bəli, mayın 8-də. Mayın 9-da isə Əliyev başına öz təsirində olan liderləri, MDB liderlərini yığır. İlham Əliyevin gedəcəyi təsdiqlənib. Sizcə və eyni zamanda biz Avropa Birliyinin xarici siyasət üzrə nümayəndəsindən eşitdik ki, bu bizim üçün qırmızı xəttdir. Yəni Moskvanın, Putinin bu şousunda iştirak etməməlidirlər. Siz necə hesab edirsiniz? Yəni mayın 9-u nə olacaq və Azərbaycanın Putinin yanında olması, Rusiyada olması nə deməkdir? Doğrusu mən inanmıram ki, mayın 9-da paradda iştirak etməklə bağlı nəsə böyük bir problem yaranacaq. Sözsüz ki, bu daha bir sübut kimi istifadə ediləcək ki, bax, xamiyəli tutalım ki, yəni bu Rusiyanın, əgər Rusiyanın təbliğat marşının, deməli, təbliğatda iştirak edirsənsən, deməli, sən o tərəfdəsən. Var. Yəni bu bilirsiniz, iki hadisə sən harada iştirak edirsən, mayın 8-də Kiyevdə ya mayın 9-da Moskvada bu siyasi xarakter daşıyan, yəni bu elə bir təbliğatdır. Sən bizlənsən, yaxşı oradasan. Yəni elə bir cəbhədədirlər, ya burada, ya orada. Mən deməzdim ki, bax, sabah konkret olaraq Azərbaycana qarşı nəsə edilsin, amma onsuz da yaxşı bilirsiniz ki, Azərbaycanın Avropa Birliyi ilə bağlı problemlər var. Burada haçansa mütləq olacaq əlbəttə, bu öz əksini tapacaq əgər söhbət Azərbaycandan gedir. Bugün məsəl üçün Avropa Birliyində indi bir nömrəli problem Macaristandır. Bax, son vaxtlar indi konkret olaraq məsələ qaldırılıb ki, bəs Avropa Birliyində indi həddinca narazıdırlar. Hesab edirlər ki, Macaristanın siyasəti daha çox bu Moskvanın, Putinin siyasətidir və Macaristanla bağlı onlar nəsə istəyirlər etsinlər. Və bir nömrəli məsələ, indi bu məsələ ilə bağlı diskusiyalar gedir ki, Macaristanın o deməli, o səs vermə hüququ götürülsün, imkan verilməsin. Yəni, necə ki, Azərbaycan misal üçün Aşpada onu deməli, Azərbaycan delegasiyanın işi dayandırılıb, onu imkan vermir. Eləcə də Macaristan'a söhbətini gedir ki, Macaristan. Yəni, əvvəl Avropa Birliyi, onlar istəyirlər ki, öz arasında, yəni bu Avropa Birliyi daxilində hər şey normal olsun.
Çünki onlar başa düşürlər ki, Ukrayna ilə bağlı məsələ bu çox ciddi geosiyasi məsələdir. Bir tərəfdən Rusiya var, bu tərəfdən indi Trump var və Avropada hesab edirlər ki, bu Ukrayna məsələsi bu adi bir Ukrayna-Rusiya məsələsi deyil. Bu faktiki olaraq Avropa-Rusiya məsələsidir. Və əgər sən gedirsən mayın 9-da iştirak edirsən Moskvada paradda, deməli sən o tərəfdəsən. Yox, sən Kiyevdə iştirak edirsən. Heç olmasa nə orada, nə burada, heç olmasa bir tərəf qaldın. Heç olmasa. Bu ayrı bir variantdır. Yəni də ki, konkret dərhal nəsə Azərbaycana qarşı olmayacaq. Onsuz da yaxşı deyil vəziyyət. Onsuz da münasibətlər yaxşı deyil. Maksimum nə ola bilər? Bax, misal üçün, yaxın vaxtlarında Avropa parlamentdə yenə də dinləmələr. O gözlənilir. Deməli, Avropa parlamentinin Azərbaycanla bağlı yeni qətimələr. Düzdür, həmişə kimi Azərbaycan deyəcək boş şeydir. Amma bunun digər tərəfdən Azərbaycan qaz məsələsi ilə bağlı. Bu məsələ qaldırılacaq təzədən. Yəni, dərhal Azərbaycana qarşı bu mayın 9 ilə bağlı heç nə olmayacaq. Amma sonra qayda gəlir. Yenə də ki, burada məsələ var belə. Trump, o Trump'la bağlı nə etmək lazımdır? Avropa nə edə bilər? İkinci, Macaristan. Çünki Macaristan indi həqiqətən aktiv rol oynayır və burada Avropada çox narazıdırlar və diskusiyalar aparırlar ki, biz nə edək ki, Orbanın səsi kəsilsin. Ona görə o Azərbaycan aşmadakı deməli, məsələ indi istəyirlər, etsinlər Macaristana qarşı. Sonra isə digər xarici məsələlərlə məşğul olsunlar. Bax, Avropanın mövqeyi budur. Pezeşkiyanın Bakıya səfəri siz necə hesab edirsiniz? Əsas diqqət mərkəzində nə olacaq? Əsas sizin gözləntiniz nədir? Mən fikir verəcəyim ki, İran prezidenti təyyarəsi ilə bağlı nə ola bilər? Çünki nədəsə son vaxtlar İran prezidenti Azərbaycan İlham Əliyevi görüşəndən sonra ya vertolyot ya yəni qəza problemlər yaşanır. Mən buna fikir verəcəm. Çünki əslində mən deməzdim ki, bu görüş zamanı nəsə böyük bir addımlar atılacaq. Doğrusu heç nə mən konkret gözləmirəm. Çünki İranın daha çox İsrail və Amerika ilə bağlı indiki paralel siyasət. Azərbaycan çox güman ki, o görüş zamanı əlbəttə ki, məsələ qaldırılacaq, İran tərəfindən məsələ qaldırılacaq ki, bəs tutam ki, İranın İsrail ilə bağlı münaqişə bu soyuq müharibə keçəcək, tutam ki, qanlı bir yəni döyüşlər başlanır. Çünki İsrail açıq şəkildə bildirdi ki, əgər İranın Amerika ilə gedən, yəni aparılan danışıqlar heç bir nəticə verməsələr, onlar vuracaqlar İranın o nüvə mərkəzləri. Bu isə müharibədir. Yaxşı bilirsiniz ki, İran artıq 5 ölkəyə xəbərdarlıq edib ki, bu İranın Amerika, İsrail ilə münaqişədə onlar yardım etsələr, o tərəfə İran buna ayrıca yanaşacaq. Çox güman ki, Azərbaycana da indi belə tipli xəbərdarlıq ediləcək ki, sən həddince yaxınsan İsrailə, uzaqlaşmalısan. Bunu düzdür, bizə deməyəcəklər, biz bunu eşitməyəcəyik. Bizə yalnız optimist və xoş sözləri deyəcəklər ki, bəs görüş zamanı iki tərəfli münasibətlər ətrafında danışıqlar getmişdi. Bu yaxud hansısa bir sənəd qol çəkili və s. bu. Amma biz başa düşməliyik ki, İran üçün bir gün əsas məsələ iki tərəfli Azərbaycan-İran yox, daha çox geosiyasi məsələlər rol oynayır. İranın Amerika ilə və İsrail ilə bağlı münasibətləri və bu müharibə ehtimalı, İsrail tərəfindən zərbələr və İran üçün çox vacibdir. Azərbaycanın mövqeyi necə olacaq? Əgər sabah müharibə olsa, Azərbaycan kimi dəstəkləyəcək? Yaxud Azərbaycan heç olmasa bir tərəf olacaqmı? Bu İran üçün daha vacibdir. Amma biz bunu eşitməyəcəyik. Bəs Arakçı və Lavrovun Moskvada görüşü və mətbuat konfransı, siz necə hesab edirsiniz? Yəni biz
belə deyək, Pezeshkiyanın Bakı səfərində də Araqçının, digər İran, Tehran rəsmilərinin qaldırdığı bu narrativi eşidəcəkmi? Yəni bu etiraz, Zəngəzur bizim üçün qırmızı xəttdir, sərhəd dəyişdirilə bilməz və s. Yəni bu yəqin ki, ciddi bir gərginlik qatacaq da bu görüş, elə deyilmi? Yəni bir tərəfdən bu Zəngəzur məsələsi əslində bu mətbuat üçün verilir. Bu Zəngəzur İran üçün xırda məsələ. Yəni ki, bu İran üçün bir nömrəli məsələ Zəngəzur deyil. İsraillə yəni müharibə hazırlaşırlar. Onlar indi danışıqlar aparırlar Amerika ilə bu nüvə silahla bağlı. Onlar başa düşecək bu gün hansı Zəngəzurdan söhbət gedə bilər? İranın taleyindən söhbət gedir. Qardı. İranın taleyindən söhbət gedirsə, deməli onlar üçün vacib bir rol oynayır. Biz aparırıq danışıqlar Amerika ilə. Rusiya bizi dəstəkləyəcəkmi? Biz aparırıq Amerika ilə və hesab edək ki, sabah İsrail deməli nəsə edə bilər. Azərbaycan öz torpağını verəcəkmi İsrailə? Kimi dəstəkləyəcək? Bax, İran üçün bu vacibdir. Zəngəzur bu boş şeydir. Bu təbliğat üçündür. Biz başa düşməliyik ki, Zəngəzur daxili auditoriya üçün atılan bir şüardır. İran, nə olsun ki, İran haçan Zəngəzur deyir, əslində söhbətlə tam aparır. Azərbaycanın Ermənistana qarşı müharibə İran deyir, yox. Fərq etmir, söhbət nədən gedir. İstəyirsiniz o müharibə olsun Zəngəzur adıyla. İstəyirsiniz sabah olsun, haradasa ayrı, misal üçün sərhəddə haradasa ayrı. İstəyirsiniz digər məsələlərlə bağlı. İran üçün bu var. Əsas İran üçün odur ki, bu bizim regionumuzda heç olmasa bir deməli münaqişə, yeni bir münaqişə olması çünki münaqişə İranın xeyrinə deyil. Plus İsrail-Amerika məsələsi. Əsas budur. Mən çox üzr istəyirəm, mənə zəng eləyirlər. Məhz İrandan yox, amma Amerikadan. Mən cavab verməliyəm. Təşəkkür edirəm sizə, Arif bəy. Bizimlə Arif bəy Yunusu idi. Minnətdaram. Çox sağ olun. Çox xeyir olsun Elxan bəy, xoş gördük sizə. Salam, Sevinç xanım. Elxan bəy, çox gözlənilmədən bir atəşkəs elan elədi, təşəbbüslə çıxış elədi Putin. Bundan əvvəl ümumiyyətlə Vaşinqton dedi ki, bilirsiniz, bizim də bəsdə başımızı ağrıtdınız. Mən Vaşinqton, bu bizim heç savaşımız deyil, dedi Marco Rubio, bu bizim müharibəmiz deyil, biz başlatmamışıq bu müharibəni və Prezident Donald Trump 87 gündür ki, həyatını, nə bilim, həsr edib bu münaqişənin həll olmasına. Biz bu qədər görüşlər keçirtmişik və əgər heç bir nəticə yoxdursa, biz indi onu çək-çevir edirik ki, bizim bu münaqişəyə diqqət ayırmamıza ümumiyyətlə səbəb olmalıdırmı? Və bundan sonra Pasxa günü, Pasxa ərəfəsində, yəni Pasxa əslində bugündür, 20 aprel, 19 apreldə isə bir də gözlənilmədən Putin belə bir 30 saatlıq atəşkəs elan etdi. Yəni bir tərəfdən ona 30 günlük atəşkəs təklif olunurdu, onu istəmədi. 30 saatlıq atəşkəs elan etdi. Buna Ukrayna da razı oldu. Nə oldu atəşkəsin nəticəsi? Kim pozdu? Bilirəm ki, tərəflər bir-birini ittiham edir. Atəşkəs pozulmaqda elə o necə deyirlər, o göstərişi verəndən pozulurdu. Yəni o elə Putin danışa pozulurdu və o danışandan sonra da pozulmaqda davam edir. Bu günə qədər, indiyə qədər də pozulur. Bir fikrinizlə razı deyiləm ki, gözlənilməz idi. Niyə gözlənilməz idi? Gözlənilər idi təbii ki. Putin bununla Trump'ı danışıqlar stolunda, danışıqlar masasında saxlayır. Çünki əgər doğrudan da Putin bir mənalı olaraq Amerika Birləşmiş Ştatları oyundan kənara çıxırsa, Putin əvvəlki status quo-suna qayıdır. Yəni əvvəlki necə tamamilə dünya tərəfindən təcrid olunmuşdu. Trump hakimiyyətinin Putinə etdiyi bundan ibarət oldu ki, Putini danışıqlar masasına gətirdi və beynəlxalq hüququn subyekti olaraq və müharibənin güya hansısa bir formada obyektivliyinə yaxud hansısa səbəblərinə dartışdırmış olmuşdu. Ona görə bu gözlənilən idi. Təbii ki, əsas məqsəd həm də Trump'ı necə deyirlər, yaxşı islanmış reputasiyasına köməkdir. Trump yəqin ki, mən indi izləyə bilmirik, indi başlayacaq izləməyə. Amerika Birləşmiş Ştatlarında təbii ki, indi deyəcəklər ki, gördünüz, bizim bu bir belə əziyyətimiz, əməyimiz sədər getmədi, Trump bilirdi nə edirdi, bizim bu administrasiyamız nə etdiyini gözəl bilirdi. Bu belə. Yəni, hamı bilir ki, bu atəşkəs, belə deyək də, media atəşkəsidir ilk növbədə və bu media atəşkəsi həm Putin özünə
bir xristianlıq verir və o cümlədən bildirir ki, əgər Ukrayna prezidenti qeyri-xristianın yeri gəlmişkən, yəni Yəhudi olduğunu buna da işarə edirlər yeri gəlmişkən, Rus publikləri və mediaları doğrudan əgər pravoslavlara hörmət edirsə, yaxud katoliklərə hörmət edirsə, Yəhudi Ukrayna prezidenti onda o da atəşkəsə əməl etməlidir. Ukrayna yerindəcə bildirdi ki, biz hər zaman atəşkəsə hazırıq. Və bunlar daha böyük bir məqsəddən xəbər verir. Mediada çox az yazılıb. Sadəcə New York Times yazıb bunu, bir məqalə yazıb və yazıblar ki, Ukrayna buna %90 razılaşıb. Sırağa gün Amerika Birləşmiş Ştatları tərəfi axır ki, Avropa Birliyi və Ukraynaya öz planlarını təqdim ediblər. Böyük atəşkəs planının proqramını deməli təqdim ediblər. Və Ukrayna tərəf bunu öyrənir və birdən-birə məlum olur ki, ümumiyyətcə Krımla bağlı heç bir söz yoxdur. Yəni, təmas xəttində qüvvələr haradadırsa orada qalırlar. Beynəlxalq hüquq işğal altında olan əraziləri Rus ərazisi kimi tanımır. Amma Krımla bağlı heç bir kəlmə də yoxdur. Ona görə Putin üçün çox vacibdir Amerika Birləşmiş Ştatlarının bugünkü administrasiyasının danışıqlar stolunda qalması. Çünki Putin nə irəli gələ bilmir, bu faktdır. Rusiyada böhranlar başlayıb, oradan fərariliklər başlayıb, yəni döyənləri özləri də göstərdilər, 100 nəfər qaçanda tutulub, filan. Və Rusiya bu müharibəni əvvəlki templə aparmaq gücündə deyil. Əksi Ukraynada baş verir. Ukrayna hərbi sənaye kompleksi güclənir, Ukrayna səfərbərliyini davam etdirir, yeni korpuslar yaradır, yeni briqadalar formalaşdırır. Ona görə Amerika Birləşmiş Ştatlarının bu oyunda, bu stolun arxasında, danışıqlar masasında qalması Putin üçün, Rusiya tərəfi üçün həyati əhəmiyyət kəsb edir və bir də bildirdiyim kimi Trumpın simasını, sifətini həm də Amerika ictimaiyyəti və dünya ictimaiyyəti qarşısında qoruyur ki, Trump da desin ki, görürsünüz, Putin yaxşı oğlandır, mənim dostumdur, mən xahiş eləmişdim, mən demişdim, mən tələb etmişdim, mən məcbur etdim, görürsünüz və mən deyən oldu. Və budur məqsəd. Yoxsa reallıqdan başqa, yeri gəlmişəm bu axşam Ukrayna vaxtı ilə saat 1-də bu atəşkəs, yəni vaxtı bitir 30 saatı. Amma atəşkəs yoxdur. Yəni bunu hamı bilir. Düzdür, orada döyüşlərdə intensivlik dəfələrlə azalıb. Bu da faktdır. Əgər əvvəlki gündə tutaq ki, 150-250 dəfə toqquşmalar olurdusa, ötən gün cəmi 18-20 dəfə belə toqquşmalar olub. Demək, təxminən 10 dəfə azalıb intensivlik. Amma Rusiya tərəfi yenə də öz havadan hücumlarını davam etdirir. Dünən axşam da, ötən gecə də, bugün səhər də Ukraynada hava hücumundan müdafiə siqnalları bildirirdilər və biz də xəritələrdə görürük ki, haralara hücum edirlər. Yəni bu sizcə həm də bunu sübut etməyə hesablamış ola bilirmi ki, yəni doğrudan da sən demə atəşkəs elan etmək mümkün deyil, real deyil. Yəni elə Rusiya tərəfinin özündən də. Çünki axı Putin bundan əvvəl nə deyirdi? Deyirdi ki, biz hətta razılığa gəlsək də dayandırmaq mümkün deyil atəşi. Bilmirəm. Yəqin bu tərkibdə var. Bu yəni göstərmək istəyir ki, yəni böyük mənada saxlamaq mümkün olmayacaq müharibəni. Doğrudan da belədir. Yəni dünya tarixində, dünya müharibələrində belə bir şey yoxdur. Təxminən bərabər mövqelərdə, bərabər gücdə olan tərəflər atəşkəs elan etsinlər. Bu çox nadir hallarda olan bir məsələ ola bilər. Hər halda mən şəxsən bilmirəm ki, kimsə uduzmadan, təslim olmadan atəşkəsə getsin, yaxud hansısa formada bundan maraqlı olsun. Məsələ burasındadır ki, tərəflərdən heç biri istədiyinə nail olmuyor. Rusiya tərəf səsləndirdiyi o 5 bənddən ibarət ki, Ukrayna NATO üzvü olmur, nə bilim, silahsızlaşdırılır, ordusazlaşdırılır, millətsizləşdirilir, Rus Pravoslav Kilsəsinin sinodu yerinə qaytarılır, Rus dilinə rəsmi dil statusu verilir, filan ki, bu istəkləri var, onun heç birinə nail ola bilməyib. Krım yarımadasından başqa Ukraynanın heç bir inzibati ərazisi, yəni hüquqi ərazisi də oradan da axıra qədər işğal edilməyib. Hətta ən çox işğal edilən Luqansk vilayətinin 2% yenə də Ukrayna silahlı qüvvələrindədir. Bu da öz yerində və Ukrayna tərəf özünün müharibə, böyük vətən müharibəsi də adlandırmaq olar. Azadlıq müharibəsini, demokratiya müharibəsini uda bilməyib hələ. Ona görə tərəflərdən hər hansı biri xüsusi üstünlüyə malik deyilsə, könüllü olaraq danışıqlar stoluna əyləşən deyirlər.
Yəni bu bilmək vacibdir. Həm də bilirsiniz, dediyim kimi Putin özünə bir sülh göyərçini həm də imici vermək istəyir ki, yəni biz razılaşırıq, biz pravoslavıq, biz belə müqəddəs bayramları elə belə yəni istəyirik ki, əhəmiyyətli olsun. Yəni orada da ki, Ukraynada da düşünən insanlar var. Ukraynada bizi başı belə işarələrindən belə çıxırdı yeri gəlmişkən. Yəni o göstərişi verən də belə deyək. Bunlar hamısı yenə dediyim kimi media üçün olan ateşkəsdir. Bütövlükdə yəni müharibəni dayandırmaq ateşkəsi deyil. Və sizin dediyinizdə də həqiqət var. Yəni mümkün də deyil onsuz da. Bəli, mən əslində Zelenskinin X platformasında bir postunu görürəm. Deməli, yerli vaxtın saat 10-da yazılıb. Səhər saat 10-da Prezident Zelenski yazır ki, ya deməli deyir ki, bəs əksinə Rusiyanın havadan vurması və kamikadze dronlarından istifadəsi daha da artırılıb. Və sonra Prezident Zelenski yazır ki, ya Putin öz ordusuna nəzarət edə bilmir, ya da ki, vəziyyət sübut edir ki, Rusiyanın həqiqi məqsədi heç də müharibənin sonuna doğru irəliləmək deyil. Daha sonra bildirir ki, bax elə sizin də dediyiniz kimi ki, bu situasiya nümayiş etdirir ki, Rusiyanın niyyəti sadəcə olaraq mediada bir ona əlverişli olan PR qazanmaqdır. Bəs siz necə hesab edirsiniz? Yəni bu ABŞ-ın mövqeyi, yəni faktiki olaraq bu həftə biz Avropada axırki görüş keçirildiyini, danışıqlar keçirildiyini gördük və bundan sonra isə heç üstündən bir sutka keçməmiş ABŞ dövlət katibinin deməsi ki, biz kənara çəkilə bilərik ümumiyyətlə əgər nəticə olmazsa. Yəni bugün ABŞ-la Avropa arasında siz bir yumşalma, mövqelərin yaxınlaşmasını görürsünüzmü? Yoxsa ki, bu da bir PR-dır əslində, həqiqətən də hələ heç vaxt ABŞ və Avropa, yəni heç vaxt deyəndə 2-ci Dünya müharibəsindən bəri bu qədər bir-birindən aralı olmayıblar. Siz bu həftə Parisdə keçirilən görüşlərin nəticəsini necə dəyərləndirərdiniz? Əvvəla dediyimiz kimi bu atəşkəs yenə də bugünkü Amerika Birləşmiş Ştatları administrasiyasının islanmış reputasiyasına biraz necə deyirlər, biraz belə yumşaltmaqdır, onu sudan çıxarmaqdır. Təbii ki, aydındır ki, Amerika Birləşmiş Ştatlarının bugünkü hakimiyyəti deyəcək ki, biz bunu yəni bacardıq. Bu bir, Amerika Birləşmiş Ştatları Avropa Birliyi ilə deyilənə görə, yəni müəyyən yaxınlaşmalar hiss olunur. Çünki bilirsiniz, müqəddəs yer boş qalmıraq. Amerika Birləşmiş Ştatları Avropa Birliyi ilə ticarət tariflərini gücləndirən kimi Çin o dəqiqə hazır kontraktları qoyur ortaya ki, gəlin biz sizlə gömrüksüz işləyək. Düzdür, Amerika qədər Çinin ticarət əlaqələri yoxdur hələ ki Avropa Birliyi ilə. 1 trilyon ərəfəsindədir. Amerika ilə təxminən 17-19% olub. O, necə deyirlər, ən yüksək dövrləri. Amma dediyim kimi, Amerika dövlət katibi hər halda, mən onu belə deyək də, biz daha doğrusu, Ukrayna tərəf onu ağıllı insan hesab edir. Və belə düşünürük ki, o bu məsələləri artıq başa düşür. Sadəcə olaraq Trump'ın ətrafındakı komanda bir çeşitli deyil, eyni çeşitli deyil. Orada nə bilim, oradan da dəllallar da var, alverçilər də var, nə bilim, hər cürəsi ticarətçilər də var. Yəni belə strateji məsələlərə fikir verə bilmirlər. Amma deyilənə görə, yəni insight materiallarına görə bu dəfəki ton, danışıq tərzi, danışıq tonu əvvəlkilərdən çox ciddi fərqlənib. Hər halda bu nə Amerikanın vitse-prezidenti tonu olmayıb, tərzi olmayıb. Bu dəfəki danışıqlardan müəyyən yumşalmalar, müəyyən nə bilim bir yerdəyik, bir yerdə işləyirik, bir iş görürük, demokratiya, bu tipli məsələlər əsas necə deyirlər, dünyəvi dəyərlər, əsas dəyərlər, yəni Amerikanın özlərinə götürdüyü 2-ci Dünya müharibəsindən sonraki funksiya ilə bağlı da danışıqlar olub ki, Amerika dünyanın demokratiyanın həm beşiyidir, həm də demokratiyanın qorunma, necə deyərlər, aləti deməzdim mən, yəni qorunma göstəricisidir, onun qarantıdır müəyyən mənada demokratiyaların. Bu mövzuda söhbətlər olub. Ukrayna mətbuatı bunu belə yazır ki, bu dəfə daha fərqli danışıq tərzi hiss olunurdu. Nəinki Münhen konferansında tutaq ki, o Kəmağıl vitse-prezidentin
Avropalılara demokratiya öyrətməsi filan belə məsələlər olmayıb. Bu dəfə daha yumşaq, daha güya eyni mövqeli danışıqlar baş verib. 9 may Moskva paradı ilə bağlı daha çox təfərrüatlar üzə çıxmaqdadır. Beləliklə 9 mayda kimlər iştirak edəcək, hansı ölkə liderləri və hansı ölkələrin əskərləri bizim üçün olan biabırçılıq, yəni Azərbaycan əskərləri baxın kimlərlə bərabər addımlayacaq. Azərbaycan, Belarus, Serbiya, Tacikistan və Şimali Koreya. Yalnız bu ölkələrin əskərlərini oraya gətirmək razılığı əldə olunub hələ ki. Yəni Şimali Koreya, Azərbaycan, Tacikistan, Belarus və Serbiya. Eyni zamanda burada deməli keçmiş Çin prezidenti Xi Jinping'in gəlməsi gözlənilir. Şimali Koreya Kim Jong-un gələcək, ilahi. Belarus prezidenti Lukashenko, heç şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyev də olacaq. Yaxşı şəkillər olacaq, yaxşı PR olacaq. Mən elə gəlir ki, Kim Jong-un, Lukashenko, Əliyev və Putin. Bax belə. Serbiya gözlənilir gələcək. Vučić, mən belə başa düşürəm ki, bunu da gözləmək olardı, elə deyilmi? Yəni digər tərəfdən Avropa liderlərinin isə mayın 8-də Avropa günündə Kiyevdə olacağı gözlənilir. Buyurun sizin fikirləriniz. Mayın 8-i və 9-u, mayın 8-i qələbə günüdür. Bir qayda olaraq Normandiya, Neman, Fransa ərazisində yığılırlar Avropa Birliyi ölkələri. İkinci cəbhədə. Oradan da müharibənin udma, yəni nasizm üzərində qələbənin ciddi səbəbləri var. Mayın 9-u Ukraynada olacaqlar. Bu ara Avropa Birliyi bildirdi ki, əgər Macarıstan və Slovakiya baş nazirləri iştirak edərlərsə, onların Avropa Birliyində qalma məsələsi, bu dövlətlərin qalma məsələsi də müzakirə edilə bilər. Çünki may ayının 6-sı bilirsiniz, Avropa Birliyi yeni öldürücü 17-ci paket sanksiyalarını açıqlayacaq və kim Avropa Birliyi ilə deyilsə, deməli Avropa Birliyinin və Ukraynanın əleyhinədir. Yəni kim Ukraynanın mövqeyini müdafiə etmirsə, onun Avropa Birliyinə üzvlüyü məsələsi. Yer gəlmişkən, sırağa gündən təbrik eləyərsiniz bizi, Ukrayna edə bilərsiniz bizi. Ukrayna artıq Avrozonaya qəbul edildi. Yəni Ukrayna müharibənin bitdiyi günün sabahı Avropa Birliyinin üzvü olacaq. Bu mənada daha böyük Ukrayna, daha necə deyirlər, gərəkli Ukrayna Avropa Birliyi üçün həm ərazisi, həm hərbi qüvvələri, həm intellektual səviyyəsinə görə təbii ki, Macarıstan və Slovakiyadan daha vacibdir və onların Ukraynanın Avropa Birliyi üzvü olmasına badalaq gəlmələri, güya ki, hansısa Rusiyanın narrativlərini əməl etmələri təbii ki, onların Avropa Birliyindən qovulmasına səbəb ola bilər. Ona görə bilirsiniz, biz sizlə danışmışdıq da, kollektiv KGB var, kollektiv keçmiş var, kollektiv zülm var, kollektiv zor var, kollektiv şantaj var və kollektiv dəyərlər dünyası var. Kollektiv dəyərlər dünyası təbii ki, bugün Avropa Birliyidir. İnsan hər şeydən üstündür, dövlətlər insan üçündür, insanlar dövlət üçün material deyil. Yəni, belə baxışlar var və bu baxışlar təbii ki, fərqlənəcəklər və haçansa bu yollar ayrılmalıydı və təbii ki, kim qatil, uşaq qatili, hərbi cinayətkar Putinin yanında duracaqsa, onlara münasibət Putinə olan münasibət qədər olacaq. Ondan nə artıq, nə də əksik olmayacaq. Təşəkkür edirəm sizə. Bizimlə Kiyevdən Elxan bəy Nuriyev idi. Minnətdaram. Salamat qalın. Salamat qalın. Əslində, bu bir biabırçılıq, yəni Azərbaycan əskərlərinin də buna çəkilməsi, cəlb olunması, yəni bir var ki, sən özün gedirsən, yaxşı, yəni tutaq ki, getdin, aydın məsələ, getməyə bilmirsən, biz də fərqindəyik ki, münasibətlərin gərginləşməsini istəmirsən və s. Bir də var ki, Azərbaycan əskərlərini də buna cəlb etmək və Azərbaycan əskərlərinin Şimali Koreya əskərləri ilə bir paradda marş etməsi, yəni bu həqiqətən bir rüsvayçılıqdır. Və bilirsiniz, onun göstəricisidir ki, yəni bu Azərbaycan əskərini alçaltmaqdır, aşağılamaqdır, təhqir etməkdir.
yəni baxın, bu qədər ölkədən, hətta MDB içərisindən adamları gətirir, liderləri gətirməyə müvəffəq olur. Demək olar ki, əksər MDB orada olacaq. Amma nə Özbəkistanın əskərini gətirə bilmir, nə bilim, Gürcüstan heç ümumiyyətlə gəlmir oraya, hərçənd ki, nə Qazaxstanın əskərini gətirə bilmir, nə Qırğızıstanın əskərini gətirə bilmir. Amma Azərbaycan əskərlərini isə 80 əskəri isə məcbur elədir ki, marş edəcəksən Şimali Koreya əskərlərinə bərabər, yaxud Belarus əskərlərinə bərabər. Bu həqiqətən bir xəcalətdir Azərbaycan adına. Yəni qoyduq kənara ki, deyəcəklər ki, yox, 9 may bizim üçün də əhəmiyyətlidir, bizim də müharibədə həqiqətən də babalarımız, ulu babalarımız döyüşüb və s. Şimali Koreyanın ki, döyüşməyib orada. Şimali Koreya nə üçün orada marşı gedir? Ona görə ki, bu heç də böyük 2-ci Dünya müharibəsi ilə bağlı olan bir tədbir deyildir. Bu, bugünlə bağlı olan bir tədbirdir. 80 il əvvəldən yox ki, bugün Putin harada, Putinin yanında kimlər var, Putin kimin yanında sözü keçir? Bax, bu bunun paradıdır. Bunun nümayişidir və Əliyev Azərbaycan əskərlərini bu paradda iştirak etməsinə imkan verməklə bunu dünyaya nümayiş elətdirmiş olur ki, güya Azərbaycan əskəri dünyanın ən diktator rejimlərinin əskərləri ilə bərabər addımlayırlar. Bax, bu ən böyük antidemokratiya ismarıcıdır, antidemokratiyanın paradıdır. Ona görə bəli, hələ hardasa başa düşmək olardı ki, özü gedir, nə bilim, orada hardasa cəmaatın arasında, başqalarının kölgəsində itib qalacaq. Bir də var ki, sən Azərbaycan əskərlərini bu paradda marş elətdirirsən. Yəni, bu pulu bir tərəfdən, maliyyəsi, amma digər tərəfdən də bu siyasi yükü ki, Azərbaycan öz əskərinə görə məsuliyyət daşımır. Azərbaycan haqqında qərarı yalnız bir adam verir, özü istədiyi kimi. Hələ unutmayaq ki, bu Rus əskərləri, yəni simvolik mənada deyirəm, Rus əskəridir, cəmi 3 ay, 4 ay əvvəl, 3 ay yarım əvvəl Azərbaycan əskərlərini, Azərbaycan vətəndaşlarının qanını qəltan edən, Azərbaycan təyyarəsini vurub yerə salmasına səbəb olan, bununla bağlı heç kəs ədalətlendirilmir, onlara layiq olduqları müavinət, təzminat, kompensasiya ödənilmir. Heç nə olmamış kimi isə İlham Əliyev 80 əskəri bu cür alçaldıcı bir paradda marş etməyə məcbur edir. Əfsuslar, çox yazıqlar olsun. Dostlar, bugün 20 apreldir. Bu isə o deməkdir ki, 20 sutkadır ki, Tofiq Yaqublu ölüm aksiyası keçirməkdədir. Tofiq bəyin qızı Nigar Həzi biraz əvvəl öz Facebook səhifəsində yazıb, Əliyev rejiminin Tofiq Yaqublunu öldürməsinə imkan verməyin, susmayın. 20 gün oldu artıq. Tofiq Yaqub hələ də ölümlə çarpışır. Hər keçən dəqiqə bizim narahatlığımızı daha da artırır. Hər an geri dönməz hallar baş verə bilər. Bununla da biz Tofiq Yaqublunu itirə bilərik. Tofiq Yaqublunu müdafiə etmək cəsarət və iradə istəyir. Qorxunu da başa düşürəm, amma hara qədər bugün sizləri də, övladlarınızı da şərləyib, bir gün sizləri də, sizin övladlarınızı da şərləyib həbs edəcəklər. Onda isə sizi müdafiə edəcək heç kim qalmayacaq. Tofiq Yaqublu öləndən sonra onun haqqında yazmağa nə var ki? İndi səsinizi çıxarın. İndi azadlıq tələb edin. Və bu arada Milli Şura Azərbaycan Xalq Cəbhəsi Partiyası 27 apreldə miting keçirməyi planlaşdırdığını bəyan edib və həqiqətən də bu bir göstəri olacaq ki, Azərbaycanda İlham Əliyevin dediyi demokratiya yaxud azadlıqlar varmı? Bugün anıdır ki, hakimiyyət sübut etsin ki, o həqiqətən də diktatorluq deyildir. Aşpanın baş katibinin İlham Əliyev üçün diktator deməsinə Əliyev çox sərt reaksiya bildirdi. Az qala Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsini tərk etməsi ilə hədələdi. Onun qətnamələrini icra etməməkinin anonsunu verdi. Bugün həqiqətən də mən diktator deyiləm demək üçün bir şansdır. Azərbaycanda konstitusyon hüquq olan sərbəst toplaşmaq hüququna uyğun olaraq 27 aprel mitinqinə hə deyilməlidir. Ona görə mən hər kəsin
nöqtəni məhz bu məsələyə fokuslanmasına çağırıram. 27 apreldə aprellə bağlı İlham Əliyev dünyaya öz sözünü deyəcək. Onun iddia etdiyi kimi Azərbaycana doğrudan da azadlıqlar varmı? Vardırsa, buyurun nümayiş etdirin. Və bu aksiya eyni zamanda həm Tofiq Yaqublu, həm də digər siyasi məhbuslar, vicdan məhbusları, şərlənərək həbsə atılanlar üçün azadlıq mitinqi olmalıdır. Osman Qızı kanalı olaraq biz də digər ümid edirəm ki, azad media qurumları da, blogerlər də, siyasi mühacirlər də, dünyanın hər yerində yaşayan Azərbaycanlılar da bu aksiyaya məncə dəstək olmalıdırlar. Söhbət ondan gedir ki, Tofiq Yaqublunu həqiqətən də bugün itirmək yaxud onu azadlığa çıxmasına nail olmaq kimi bir şansımız vardır və Tofiq Yaqublu bugün bizim hamımızı birləşdirən bir dəyər olmalıdır. Dostlar, bu arada siz sosial şəbəkələrdə mənim də haqqımda məlumatlar yayılmaqdadır. Mənə də siz göndərirsiniz ayrı-ayrı screenshotları. Açığı bəzən mən heç cavab verməyə lüzum da görmürəm, çünki sağ olun siz özünüz mənim yerimə cavabları verirsiniz. Amma eyni zamanda yəqin ki, mən tərəfindən bir reaksiya gözləmək haqqınız vardır. Növbəti dəfə rejimin daha bir deputatı mənim Azərbaycana deportasiyam haqqında danışıb və Elman Nəsirov deyir ki, Trump Sevinç Osman qızını təhvil verə bilər və yaxın vaxtlarda Azərbaycan Respublikası Baş Prokuroru Sevinç Osman qızıya da qarşı cinayət işi açması istisna olunmur. Əvvəla mən kanalın bütün izləyicilərinə hörmətlə yanaşıram, çünki və Elman Nəsirovun son açıqlaması onun göstəricisidir ki, o doğrudan da Osman Qızı kanalını illərdir ki, diqqətlə izləməkdədir. Buna görə mən təşəkkür edirəm. Bu kanal həqiqətən də hakimiyyət strukturlarında, prezident aparatında, parlamentdə və digər dövlət məmurları, rəsmiləri tərəfindən həqiqətən də yaxından izlənilməkdədir və bu məncə yaxşı göstəricidir. Mən də dövlət məmuru olsaydım Osman Qızı kanalının yayımlarını qaçılmazdım. Burada həqiqətən də alternativ informasiya almaq, Azərbaycanı kənardan görmək, kənarda baş verən hadisələr Azərbaycan prizmasından dəyərləndirmək imkanı vardır. Digər tərəfdən isə bu Elman Nəsirovun özünün hansı dəyər daşıyıcısının olmasının bir göstəricisidir. Yəni, ironiya bundan ibarətdir ki, Elman Nəsirov Azərbaycan parlamentində İnsan Hüquqları Komissiyasının üzvüdür və İnsan Haqları Komissiyasının üzvü deyir ki, Respublika Baş Prokurorluğu ABŞ-da yaranmış fürsətdən istifadə edərək Sevinç Osman qızına qarşı cinayət işi aça bilər. Cinayət işi fürsətdən istifadə olunaraq açılır. Yəni, siz digər blogerlərlə bağlı görürsünüz ki, cinayət işləri 2019-cu ildə açılıb, uzağı 2020-ci ildə açılıb. Mənə isə qarşı 5-6 il geri tarixlə cinayət işi açmaqdan danışırlar. Yəni, bu həqiqətən də qanun adına bir zarafatdır. Azərbaycanda qanunun zarafata çevrilməsinin göstəricisidir ki, kimə qarşı istəyirsənsə 5-6 il əvvəlki tarixdən cinayət işi aça bilirsən. Yaxud elə bugünlə də bağlı sözə görə cinayət işi aça bilirsən. Bu bunun göstəricisidir. Bu həm də onun göstəricisidir ki, Elman Nəsirov fərqindədir ki, ondan fərqli olaraq mən hakimiyyətə kimin olmasından asılı olmayaraq sözümü deyirəm, təriflənəcəki tərifləyirəm və tənqid olunacağı tənqid edirəm. Və bu lüks nə onda, nə onun digər tərəf müqabillərində, yaxud digər həmkarlarında, parlamentdəki, deputatxanadakı həmkarlarında yoxdur. Çünki ondan və digər deputatlardan fərqli olaraq mən Biden'ı tərifləməli olanı tərifləmişəm, tənqid etməli olanı tənqid etmişəm. Siz xatırlayırsınız ki, 1915-ci il Osmanlı İmperiyasına baş verən hadisələrə görə Biden ilk dəfə soyqırım kəlməsini işlədəndə məhz o kanalda məhz Sevinç Osman qızı öz cavabını bildirdi ki,
bu yol verilməzdir, bu pislənməlidir və bu ABŞ-la Azərbaycan arasındakı münasibətlərə də xələl gətirəcək. Mən bunu o zaman edirdim ki, Azərbaycanki deputatlar su alıb oturmuşdular. Mən bugün də Prezident Trump'ın təriflənəcək hadisələrini, işlərini tərifləyirəm, tənqid olunacaqları tənqid edirəm və jurnalistin işi bundan ibarətdir. Və deputatın işi bundan ibarət olmalıdır. Sən xalqdan mandat alırsansa, sən onun sözçüsünə çevrilirsən. Sən rejimin, hakimiyyətin, Əliyevin sözçüsünə çevrilməməlisən. Və mən həqiqətən də bugün baxın, fürsətdən faydalanma. ABŞ-da bildiyiniz kimi doğrudan da immigrant qalmaqalı yaşanmaqdadır. Və bu doğrudan da ciddi bir qalmaqaldır və bəziləri iddia edirlər ki, bu konstitusiya böhranı artıq bugün yaşanır, yaxud konstitusiya böhranı sürətlə biz irəliləməkdəyik, mümkündür. Nədir konstitusiya böhranı? Yəni, hakimiyyətin müxtəlif cinahları arasındakı vəzifə bölgüsü silinir və bu halda məhkəmənin azadlığı şübhə altına alınır və qərar verici orqan məhkəmənin qərarlarını icra etmir. Hər halda biz bunun hələ baş verdiyini görməməkdəyik və geri gəlmişkən şənbə günü Ali Məhkəmə növbəti bir qərarını çıxartdı və bildirdi ki, bundan sonra hər hansı mühacir deportasiyaları məhkəmənin qərarından sonra mümkündür. Bəli, burada da yəqin ki, müəyyən vaxt gedəcək, yenə də tartışmalar olacaq, müqavimət olacaq və s. və ilaxır. Amma gördüyünüz kimi, məhkəmə öz sözünü deyir. Hər kəsin azad və ədalətli mühakiməsi olmalıdır. Mən səni sadəcə terrorçu hesab edirəm deyənə, səni deportasiya edə bilmərəm, səni həbsə ata bilmərəm. Mən belə hesab edirəm, mən belə düşünürəm görə heç kəslə bağlı addım atıla bilməz və bu bizim illərdən, 10 illərdən bəri apardığımız mübarizənin mövzusudur. Mən Azərbaycanda, televiziyada məhz bunun davasını aparırdım. Bizə DTX-dan məlumatlar gəlirdi, filan kəs terrorçudur, filan kəs cinayətkardır və mənim onlara sözüm sizə indi buradan dediklərimdir. Siz məhkəmə deyilsiniz, yalnız məhkəmə müəyyən edə bilər kim kimdir. Azad və ədalətli məhkəmə. Və ABŞ Azərbaycan deyil. Amerika Birləşmiş Ştatlarında konstitusiyanın 1-ci maddəsi, First Amendment, söz azadlığıdır. Və sözə görə heç kəs cəzalandırılmır. Fikriniz Azərbaycana getməsin, Elman Nəsirov. Deyir, ac toyuq yuxuda darını görər. Bunlar da yatıb yuxuda Sevinç Osman qızını Əliyevin həbsxanasında görürlər. Boynunuzun ardını görəcəksiniz. Mən sözümü demişəm, sözümü deyirəm və sözümü deyəcəm. Və bu deputatlar da mənə baxsınlar və məndən nümunə götürsünlər. Siz Milli Məclisdə oturub bizim pulumuzu ona görə yemirsiniz ki, İlham Əliyevin sözünü deyəsiniz. Ona görəsiniz ki, xalqın sözünü deyəsiniz. Əylə gəzib bir diktator rejiminə xidmət etməkdən ötürü yox.